Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bəzən insanlar hava belə dəyişirsə mütləq qar yağacaq kimi ifadələr işlədirlər. Maraqlıdır, bu müşahidələrin elmi əsası varmı və payızın ortasında baş verən sərt temperatur enməsi Bakıya erkən qışı gətirə bilərmi? Mövzu ilə bağlı konkret, açıqlama verən hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, sözügedən xalq deyiminin elmi əsası olmasa da havanı vizual olaraq müşahidə etməklə qısa müddətli proqnoz vermək müəyyən qədər mümkündür. Abşeron yarımadasında, eləcə də Bakı şəhərində qışın nisbətən mülayim keçməsinə səbəb Xəzər dənizi sahilində yerləşməsi və dənizə yaxınlığının iqlim şəraitinə əhəmiyyətli təsir göstərməsidir. Ekspertin sözlərinə görə, qış fəslinin iqlim xüsusiyyətlərinə görə və sinoptik şəraitlə əlaqədar olaraq, adətən dekabr ayının 3-cü 10 günlüyündən başlayaraq yanvar və fevral ayları da daxil olmaqla, martın ilk günlərinədək ölkəmiz soyuq hava kütlələrinin təsirinə məruz qalır.